Bir dənə düşük səviyyəsiz video olur. Hamı oturub baxırsınız. Hansısa bir şərəfsiz alçaq söyüş söyür. 5 dəqiqə ərzində ancaq söyüş söyür, baxırsınız. İdmana həvəsli olan insanlar, indi idmana həvəskar olmayan, yəni buna niyə baxsın? Təbii ki. Yəni bax da qardaş, görürəm, idmana getmək istəyir. Bu adam videonu çevirir. Allah sənin üçün çəkirəm də mən buna. Mənim babam neyinir bu videonu? Babam rəhmətə gedib çıxıb gedir. Siz üçün çəkirəm ki, baxasız tabalarım zədələnməyəsiniz. Kristaniyanı bombalaq eləməyəsiniz. Bir risk oturub dizlərimizi cırıq-cırıq eləməyəsiniz. Baxın da bir görün nə qədər adam zədələnir. Baxın uşaqlar. 110 kilodur nədir burada? 120 kilo. Texnikası. Bayaq izah eləmişəm keçmiş videoda. Bax, bir dənə sizə bir şey izah edeyim. Çəkini idarə eləməyi bacarmaq lazımdır. Yəni, çəki səni basa bilməz aşağı. Sən çəkini hiss eləyə özün oturmalısan. Hətta istədinsə dayanmalısan. Yəni, o çəki seçsin. Çəki səni bastısa aşağı. Sən qalxanda o belinlə, dizinlə, aləm dəyəcək bir-birinə. Boynunu salıb əyəcəksən belə. Texnikası. Ba. Tutursan əlləri çil bərabərində. Bunu bağlamışam ki, belimizdən sürüşməsin. Tutursan burada. Bəli. Gəlirsən. Tutursan, bax. Tut ayağa. Gəlirsən arxaya. Və yavaş-yavaş düşürsən aşağı. Necə? Bax, bu qaydada. Ha, yavaş yavaş, bak. Kaldırırıq. Koyuruq yerine. Hərəkətdən çıxırıq, nemini açırıq. Dərhal başlayırıq nəyə? Nəfəs almağa. Onda sizin ayaqlarımız olacaq, bax belə. Həcmli, yekə, iri. Bir də kürək paycıq gedir. Necədir? Baba, necədir? Hop. Maçı gördük, hə? Maçı.